Hello, dear children. Salam, əziz uşaqlar. Unit 3, Lesson 1. Üçüncü bölüm, birinci ders. Exercise 1 on page 26. Birinci tapşırıq, səhifə 26-da. Listen, then echo. Dinlə, daha sonra təkrar et. Cat, pişik. Dog, it. A possum, dağ siçanı. Horse, at. Alligator, timsah. Rabbit, dovşan. Uşaqlar, gəlin bir də tələffüzləri təkrar edək. Cat, dog, a possum, horse, alligator, rabbit. İndi isə dinləmə mətnini dinləyək. Vocabulary. 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 Cat. Cat. Dog. Dog. Opossum. Opossum. Vocabulary. 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 Horse. Horse. Alligator. Alligator. Rabbit. Rabbit. Vocabulary. 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 Exercise 2. İkinci tapşırıq. Listen and point. Dinlə və göstər. Uşaqlar, gəlin oxuyub tərcümə edək. My fun pet. Mənim əyləncəli ev heyvanım. What is it? Bu nədir? It's my pet. Bu mənim ev heyvanımdır. It's a dog. Bu itdir. Yes, you bet. Bəli, əlbəttə. It's an alligator. Bu timsahdır. Yes, you bet. Bəli, əlbəttə. Uşaqlar, indi isə ikinci tapşırığımızla bağlı olan dinləmə mətninə keçək. My fun pet. Exercise 3. Üçüncü tapşırıq. On page 27. Səhifə 27-də. Sing. Oxu. My fun pet. Mənim əyləncəli ev heyvanım. It's a cat. Bu pişikdir. Yes, you bet. Bəli, əlbəttə. It's an opossum. Bu dağ siçanıdır. Yes, you bet.
Bəli, əlbəttə. Uşaqlar, indi isə ikinci tapşırıqda olan dinləmə mətnini təkrar dinləyək. Exercise 4. Dördüncü tapşırıq. Point, ask and answer. Göstər, soruş və cavabla. What is it? Bu nədir? It's a dog. Bu itdir. Uşaqlar, dog sözünün yerinə müxtəlif heyvanların isimlərini də qoya bilərsiniz. Məsələn, it's a cat, it's an opossum, bu pişikdir, bu dağ siçanıdır. 27-ci səhifənin üst hissəsində bizə yeni bir hərf verilmişdir. D hərfi. D hərfi D kimi səslənir. Məsələn, dog, it. Uşaqlar, indi isə sizə D hərfinin əl yazmasını təqdim edirəm.